Xoş gördük hər birinizə əziz Adal TV izləyiciləri. Bugün biz kənd təsərrüfatı və heyvandarlıq sahəsində mühüm əhəmiyyət kəsb edən bir mövzuya, dabaq xəstəliyinə toxunacağıq. Bu xəstəlik heyvanlar arasında sürətlə yayılan, məhsuldarlığa və fermer təsərrüfatlarına ciddi zərər vuran yoluxucu virus xəstəliyidir. Elə mövzu ilə bağlı qonağımız Adanın Baytarlıq Təbabəti Fakültəsinin dekanı, dosent Şəlalə Zeynalovadır. Şəlalə xanım, xoş gördük sizi. Çox sağ olun, Elcan müəllim. İstərdim tamaşaçılarımız üçün elə ilk öncə aydınlıq gətirək, dabaq xəstəliyi nədir və əsasən hansı heyvanlarda müşahidə olunur? Dabaq xəstəliyi qaramalın və xırda buynuzlu heyvanların virus mənşəli xəstəliyidir. Dabaq xəstəliyi çox təhlükəli bir xəstəlikdir. Çünki onun serotipləri, ştamları çoxdur və heyvanlar arasında sürətlə yayıla bilən və böyük iqtisadi zərərə səbəb ola bilən bir xəstəlikdir. Ümumiyyətlə, dabaq xəstəliyi dünyada ən təhlükəli xəstəliklər siyahısına daxil edilmişdir. Bu A kateqoriyasına daxil edilmişdir. Bunun yanında biz bruselyoz xəstəliyi, quş qripi xəstəliyi və digər xəstəliklərin də adını çəkmək olar. Ancaq hal-hazırda mövzumuz dabaq olduğu üçün dabaq xəstəliyi haqqında əhalini maarifləndirici məlumatlar vermək üçün danışacağıq. Necə yayılır bu virus? Heyvandan heyvana yayılır, yoxsa ətraf mühit vasitəsilə keçir? Ümumiyyətlə, bu xəstəliyə səbəb olan belə deyim, xüsusiyyətlər nələrdir? Bu virusun xüsusiyyətləri nələrdir və bu qədər təhlükəli yayılma qabiliyyəti edən amillər hansılardır? Virusun təhlükəli olmasının əsas səbəblərindən biri odur ki, virusun serotipləri, ştamları çoxdur. Əgər bir virusun ştamları çox olanda, onun mutasiyaya uğrayır və ştamlar demək yayılmağa başlayır. Hətta vaksinasiya etdikdə belə bir-iki ştama qarşı edirsən, digər sahə ştamları yayılanda vaksinasiyanın effektivliyi olmur, aşağı düşür. Əsas təhlükələrindən biri budur ki, virus RNT virusdur və mutasiyaya uğrayır. Bu yayılma səbəbləri isə simptomlarında göründüyü kimi ağızdan sveleyin axması və yaraların yayılması, bu artıq kontakt yolu ilə heyvandan heyvana sürətlə ötürülür. Və burada əsas daşıyıcılardan biri də insanlardır. Çünki insanlar heyvanlarda təsərrüfatlara baxırlar və təsərrüfatdan təsərrüfata xəstəliyin ötürülməsində ciddi səbəb olurlar. Belə qənaətə gəlirik ki, o zaman heyvandan insana da keçə bilər. Xəstəliyin heyvandan insana keçmə riskini belə dəyərləndirmək olar. Ümumiyyətlə, xəstəlik heyvandan insana keçməsi bir fərziyyədir. Təsdiq olunmuş faktlar dünyada, alimlər tərəfindən araşdırılmış faktlar ola bilər. Ancaq biz deyə bilmərik ki, dabaq xəstəliyi insana keçir və onda ciddi simptomlar və xəstəlik yaradır. Bir çox insanı narahat edən sual budur ki, dabaq xəstəliyi insana necə keçə bilər, keçirsə hansı simptomlarla özünü göstərir? O haqda biraz məlumat verərdiniz. Bəli, araşdırmalar, beynəlxalq tədqiqatlar və müxtəlif təşkilatların sorğuları nəticəsində gəldiyimiz qənaət budur ki, dabaq xəstəliyi ümumiyyətlə belə getsək insanlara keçmir. Yəni nadirən keçə bilər. Ancaq əgər nadir hallarda deyiriksə keçə bilər, demək ki, bu insanlara keçmir. Keçə bilərsə də belə bir fərziyyələr var. Mən yenə deyirəm, bu fərziyyədir ki, baş ağrısı, yüngül temperaturun qalxması müşahidə oluna bilər. Ancaq ümumilikdə götürəndə dabaq xəstəliyi zoonoz xəstəlik deyil və insanlara yoluxdurmur. Xəstəlikdən qorunma yolları nələrdir? Hansı profilaktik tədbirlər görülməlidir? Həm belə desək, insanlar üçün, həm də fermerlər üçün bizə tövsiyə verərdiniz ki, heyvanları hansı şəraitdə qorumalıdırlar? Son vaxtlar ümumiyyətlə başqa bir məlumatlar yayılıb ki, ət, süd vasitəsilə heyvan məhsullarından insanlara keçir. Alimentar yolla heç bir şəkildə dabaq xəstəliyi nə ət vasitəsilə, nə süd vasitəsilə insana keçmir. Bu, yəni virusun xüsusiyyətinə aid deyil. Yəni qidalanma vasitəsilə dabaq heç bir şəkildə insana yoluxdurmur. Ancaq kontakt yolu ilə heyvandan heyvana keçə bilər, iri buynuzlu qaramal arasında yayıla bilər və xırda buynuzlar arasında yayıla bilər və fermerlərə məsləhət. Fermerlərə məsləhət odur ki, mütləq ilkin tədbirlərdən, yəni kənar şəxslərin fermaya girişi qadağan olunmalıdır. Heyvanlar hansı ki, bu simptomları daşıyırlar, karantina alınmalıdır, izolyasiyaya götürülməlidir və bu da baytar həkimləri vasitəsilə icra olunmalıdır. Bundan əlavə xəstə heyvanların vaksinasiyasında diqqətli olmaq lazımdır. Çünki vaksinlər bir neçə ştama təsir edə bilər, başqa ştam sirkulyasiya edə bilər və təsərrüfata nəqliyyat vasitələrinin giriş-çıxışı ciddi dezinfeksiya olunmalıdır, dezbaryerlər qurulmalıdır. Məsələ ondadır ki, bu virusun qarşısının alınmasını, ümumiyyətlə bütün virusların qarşısının alınmasının yeganə yolu biotəhlükəsizlik qaydalarına ciddi riayət olunmasıdır.
bazarların, mal satılan bazarların girişində dez baryerlərin qurulması, nəqliyyat vasitələrinin dezinfeksiya olunması, təsərrüfatlara giriş-çıxışın tamamilə məhdudlaşdırılması və tam karantin şəklinə keçirilməsi və sair kimi tədbirlər mütləq görülməlidir. Bunun tədbirləri görməkdən ötürü də mütləq müəyyən qurumlardan dəstək almaq lazımdır və onların təlimatlarına riayət etmək lazımdır. Əgər təlimatlar da məhdud şəkildə olarsa, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Fakültəsinə müraciət edə bilərlər və biz öz təlimatlarımızı, maarifləndirici məlumatları fermerlərlə bölüşə bilərik. Çox sağ olun Şəlalə xanım, dəyərli məlumatlarınıza görə və açıqlamalarınıza. Ümid edirik ki, həm fermerlərimiz üçün, həm də bu xəstəliklə bağlı yayılan şayələrdən narahat olan insanlar üçün faydalı olar. Və bugünkü verilişimizdə öyrəndik ki, dabaq xəstəliyi əsasən heyvanlar üçün təhlükəlidir. Lakin nadir hallarda insana da keçə bilər. İnsanda bu xəstəlik adətən yüngül formada keçir və ciddi fəsadlar yaratmır. Lakin gigiyenik qaydalara əməl etmək, süd və ət məhsullarını tam bişmiş halda istifadə etmək, həmçinin xəstə heyvanlarla birbaşa təmasdan çəkinmək vacibdir. Unutmayaq ki, profilaktika ən təsirli qorunma üsuludur. Sağlam heyvan, sağlam qida, sağlam cəmiyyət deməkdir. Biz isə ADA TV olaraq kənd təsərrüfatı, baytarlıq və ərzaq təhlükəsizliyi sahəsində maarifləndirici mövzularla qarşınızda olmağa davam edəcəyik. Sağ olun, salamat qalın. Növbəti buraxılışlarda görüşənədək.